orada. Qaldı ki, daş atmaq, onu yaxşı saldınız. Biz ona dərs deyən ərəfədə o bir kitabça çıxartdı, Hacı barədə. Söz ki, bu Hacı nədir bilmir. Başqa dostumuzun kitabının qısa elədi, balaca kitabça çıxartdı ki, Dəvət jurnalı reklam olsun, harcada da reklam olsun, Dəvət jurnalı satılsın. Dediyim kimi, mən bir dəfə demişim, mənim niyyətim onu pulsuz paylamaq idi. Yəni belə deyək, bunun niyyəti kommersiya maraqları. Bəli. Pul alırdı o Dəvət jurnalından. Paylayırdı ki, 3 aydan sonra yığacaq pulları. Yəni nəşriyyat vasitəsilə paylayırdı. Bəli, müəyyən pulsuz belə deyək 200, 100, 200, 300 paylanırdı, amma neçə min nəzər deyirəm, satışlar. Yəni qazancı tam da özünə götürürdü. Əlbəttə ki. Mən ümumən mənim niyyətim orada pul qazanmaq olmayıb, orta elə toxunmaq istəmirəm mən. Yox, toxun da qardaş. Bizim niyyətimiz Allah sormalıdır. Nəsə iş görürsə Allah. Bəs açmaq istəyir. Elə şey var ki, sonraya saxlamaq lazımdır. Yox, açmaq lazımdır. Bunu deyim. Həmin o kitabçada, Hacı kitabçasında şeytana daş atmaq yazmışdı. Bu gün də yenə də şeytana daş atmaq sözünü dedi. Mən onu oradan sildim. Dedim ki, şeytana daş atılmır. Şeytana daş atan İbrahim əleyhissalam olub. Oğlunu aparanda o məsələyə kəsmək məsələsinə görə dediyimiz kimi o dövrdə evladları qurban vermək, kəsmək, suya, ora-bura xurafat var idi. İbrahim əleyhissalam onu Allah Taala imtahan eləmək üçün Allah onu kəsməyini yuxuda görür və əmr eləyir. O da oğlunu aparanda şeytan onu vəsvəsə verəndə şeytan daşlayır. Yəni Allaha sığınır ki, Allahın əmrindən getməsin. Birinci. Sonra yoldaşını həmçinin azdıranda o da daş atır, şeytanı razı olmur. Üçüncü də İsmail əleyhissalam, üçü də. Yəni həmin yerdə biz daş atırıq. Şeytana daş atmaq sözü yalandır. Bunu o çıxartmalıdır öz lüğətindən. Yəni o İbrahim peyğəmbərin etdiklərinin simvolik davamıdır. Səfa Mərva da orada həmçinin orada qaçış var, tavaf var. Yəni bunu başa düşmək üçün alim olmaq lazımdır. Bəli, ona görə bizdə hamı deyir ki, gülürlər ki, deyir şeytan var, o şeytan daş atsam, özü də gülür, güyə lağ eləyir. Başa salmışdım ona. Sildik o yerdə ki, şeytana daş atmaq sözü yoxdur orada. Orada camaratdır. Orada daş atılan yer, kiçik daş atılan yeri, böyük daş atılan yeri, orta daş atılan yer. Şeytan sözü yoxdur. Silmək lazımdır. Bunu əziz izləyicilər bilsin ki, şeytan sözü yoxdur. Başqa mövzu var ki, daşlar satılır, o hamısı cəfəngiyat, yalan, xurafat, şər böhtandır. Daş satmaq yoxdur orada. Hətta orada nəzir qutuları belə yoxdur. Deyirəm, neft quyuları, dini neft quyuları. Orada nəzir qutuları belə nə Məkkə, nə Mədinə, hac ziyarətlərini görə bilmərsiniz. Yoxdur elə bir şeylər. Bəli, yəni demək istəyirəm ki, bu insanın belə səhvlər eləyir də o kitabda da bu şeylər çıxmışdır. Sonra bax, bugün onun cavabları